İndi sizdən xahiş edirəm. Görün, bax 21-ci əsrdir. 30 ildir mən Dövlət Neft Şirkətində işləmişəm. İndi adı dəyişib o heç, adlar dəyişib. Mənim 40 ildir, 44 ildir, 44 ildir, 82-ci ildən işləyirəm. Bu nə şəraitdə mən yaşayıram? Belə yaşayış olarmı? Heyvan heyvandır. Danışın. Heyvan heyvandır. Heyvan təmiz yerdə saxlayırlar. Təmiz yerdə. Belə olmaz axı. Bu nə vaxta qədər bu ədalətsizlik baş verəcək? Nə vaxta qədər bu baş gedəcək belə? Bizim də bir adam kimi yaşamaq hüququmuz var ya, yox. Səlimov Xanoğlan Səlimoğlu. Xanoğlan müəllim, sizi narahat edən problemlər nədir? Mən 82-ci ildən Bakı şəhərində işləyirəm. Gəmidə işləmişəm. 8 il yaxın gəmidə işləmişəm. Sonra gəlmişəm mən başqa müəssisələrdə işləmişəm. Sonra Dövlət Neft Şirkətinin müəssisələrində işləmişəm. Hətta Balaxanı deyilən ərazi var. Orada Keşlə deyilən qaraj var. Dövlət Neft Şirkətinin qarajı. Orada işləmişəm. Qarajda da köçürmə yolu ilə gəlmişəm gəmi təmir zavoduna. Neçə il sizin əmək təcrübəniz var? Mən 44 ildir işləyirəm. 44 il. Səhv eləmirəmsə 44 ildir mən işləyirəm. Bu da mənim əmək kitabçamdır. Mən neçə köçürmə yolundan gəlmişəm. Köçürmə yolundan gəmi təmir zavoduna gəlmişəm. Gəmi təmir zavoduna gəlmişəm. Neçə ildir işləyirəm. Bu müvəqqəti mənə verilir sığınacaq. Öz eviniz? Xeyr. Mənə verilir sığınacaq müvəqqəti olaraq və məni ev növbəsinə qəbul ediblər. Ev növbəsinə. Hansı şirkətdə çalışırkən? Dövlət Neft Şirkətinin sistemində olan vaxt mən ev növbəsinə yazılıb qeydiyyata alınmışam. Qeydiyyata alınmışam. Burada mənə sığınacaq kimi verilir. Mənzil alana qədər. Neçə illərdir mən mənzil növbəsindəyəm. Bu günə qədər axı mənim sığortam var. Mənim müqaviləm var. Bu müqavilə işləmirmi? Mənim sığortalarım var. Buyurun, baxa bilərsiniz. Sizin müqavilələriniz var? Bəli, bizim müqaviləmizdir. Bəli, müqavilə. Mən yenə qeyd edirəm, xahiş edirəm, bunu yaxından götürün. Köçürmə yolundan, baba burada köçürmə yolundan gəlmişəm mən. Gəmi təmir zavoduna. Sonra mən 2007-ci ildə 11-ci ayda 2007-nin 11-də ərizə vermişəm Sabah rayon məhkəməsinə ki, bəs mənzil növbəsindəyəm, xahiş edirəm mənim mənzillə təmin edin. Sabah rayon məhkəməsi bizim ərizəmizi geri qaytarır. Burada qeyd olunur. Aslanovun ərizəsi. Aslanov kimdir? Axı mən Səlimov Xanoğlan Səlimoğluyam. Aslanov kimdir mən bilmirəm. Onlar o hissəni çəkin. Yəni Səlimov ərizə verir. Bəli, Aslanov. Aslanovun ərizəsi geri qayıtsın. Bu dərəcədə haqsızlıq mən başa düşə bilmirəm. Mənə niyə olur? Niyə olur? 18-i 7-ci ay 2024-cü il tarixdə Sabah rayon məhkəməsi mənim ərizəmin başını, cənab prezidentimizin adını silir. Yəni başda ölkə başına müraciətiniz var. Bəli. Amma o silinib. Silir. Və baş nazirdən başlayır. Bəli. Sabah rayon məhkəməsinə verdiyim ərizə. Ərizə. Həmən sənədləri geri qaytarır. Qərar isə mənsiz olub. Mən bu günə qədər heç bir məhkəmədə olmamışam. Bir dəfə inzibati iktisali məhkəmədə olmuşam. Bir dəfə.
Cəmi bir dəfə. Siz iddia ərizəsi vermisiniz məhkəmədə. Ancaq sizin iştirakınız olmur. Xeyr, bizim heç bircə dəfə 2 saylı məhkəmədə olmuşam. Burada yenə qeyd olunur ki, Araz Hüseynov, bəli, qeyd edir ki, Aslanovun ərizəsi təkrarən. Aslanov kimdir? Bilmirəm mən kimdir. Mən Xanoğlanam. Xanoğlan. Ərizəsini məhkəmə icraatı mümkün deyil. Maraqlıdır. Vəzifəli şəxslərə qarşı onların qanunsuzluğunu iddia qaldırıbdır. Nə bilim, belə yazır. Bəli. Bu Səbail rayon məhkəməsinin. Bəli, Səbail rayon məhkəməsi. Cənab prezidentimizin adını sildiyi qərar budur, bax. Bax bu. Burada cənab prezidentin adını silir. Və siz mənzil növbəsinə ki yazılmışsınız şirkətdə, neçənci adam idiniz? Yəni neçənci ərizə idi yazılan? Mən devlətə qarşı heç vaxt ola bilmərəm. Devlət hər bir vətəndaşın devlətidir. Biz devlətə qarşı deyilik. Biz ədalətsizliyə qarşıyıq. 853. Demək, mən oxuyum. Siz 2002-ci il fevral ayın 1-dən tarixindən mənzil uçotuna qəbul olunmusunuz. Hal-hazırda ASKO hansı şirkətdir? Sokar sayılır. Hə. Qapalı səhmdar cəmiyyətdə. Bəli, qapalı səhmdar. Mənzil növbəsi siyahısında sıra nömrəniz 853. 853-dür. 53. Xahiş edirəm, bunu da götürün adresləri. Mən müəssisədə bir neçə xəsarət tapmışam. Mənim həmin belimdə qrica var. Belimdə boynumun layihəsində var. Gözdən əlil. Sağ göz, sol gözüm vapşı görmür. Mən doğru deyirəm. Işığı söndürəndə adi televizor görə bilmirəm. Heç nə görünmür. Amma bilirəm ki, nə bilim, mən nə deyim. Gözünüzdən də əməliyyat olunmuş. Bəli, olmuşam. Gözümdən əməliyyat olmuşam. Mən başa düşə bilmirəm. Mənə qarşı niyə belə haqsızlıq olur? Niyə eləyirlər? Əlillik alırsınızmı? Xeyr, heç nə, xeyr. Gözünüzdən əməliyyat olunmusunuz. Ürəyimdən olmuşam. Açıq əməliyyat olmamışam, düzdür. Getmişəm qostola, bəli. Ürəyimi nə bilim, müalicə almışam, bəli. Sənədlər də təqdim eləmişəm. Dəfələrlə mən yazmışam. 2013-cü ildən cənab prezidentimizin ünvanına ünvanlayıram. Bu günə qədər cəmi mən son zamanlar, bəli, mən xəbərnamə aldım ki, cənab prezidentə sizin məktubunuz çatıb. Xahiş edirəm, bunu yaxından göstərin. Yəni, amma heç bir nəticəsi yoxdur. Niyə bizim, məsələ, düşməniyik biz? Bu müraciət elədiyiniz qurumların Bəli, bəli. ünvanlarıdır. Bəs sizin ümumiyyətlə Sosial Müdafiə Nazirliyi sizin 45 illik əmək fəaliyyətinizi qiymətləndirib, yəni onu sistemə salıblar. Xeyr. Sizin Xeyr. Çünki orada qeyd olunur. Qeyd olunur ki, bəli, sistemdə sizin adınız yoxdur. O sənəd deyən buradaydı. Onu verdilər tərəfə, o sənədi oradan. Yox, buradadır. Oradadır, Deməli, bəli. sizin pensiya üzrə işinə dair sənədlərə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 17 il, 8 ay, 11 gün təşkil edir. Maraqlıdır Niyə? da sizin 45 illik iş fəaliyyətinizin, əmək fəaliyyətinizin qalan ilə ara yazıblar. Onu mən bilmirəm. Hansı qurumun hesabına yazılır, kimin hesabına yazılır? Onu yazan bilər. Bunu bəli. Sosial Müdafiə Nazirliyinin bu şəxsin şikayətini iş fəaliyyətini sistemə
təqdim olunan zaman bax bu cür bir nəticə ilə rastlaşırıq biz. Çox maraqlıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi. Dövlət Məşğulluq Agentliyi sizin nədəndirsə, deməli, əvvəlki iş yerlərinizi qeydə almır. Almayıb, bəli. Bəs o niyə almayıbdır? Sən orada sual yarar. Niyə görə? Sorğu göndərmisiniz bununla bağlı. Bəli, bəli. O sorğuya Neçə dəfələrlə yazmışam. Nə cavab gəlib? Cavab buradadır. Cavablar benim. Fakt göz qabağına. Xahiş edirəm baxın. Cavablar buradadır. Bəli. Cavab buradadır. Nə deyim mən? Başa düşə bilmirəm. Mənə qarşı bu haqsızlığa qarşı kim qəbul edirsə mən də qəbul edirəm. Belə ədalətsizlik olubdumu? Hansı ölkədə yazılır ki, cənab prezident, mənim arvadım xadimə işləyəcək, onu qəbul edir. Belə şey varmı? Mənim arvadım əgər xəstədirsə üzr istəyirəm ifadəmə görə. Xəstədirsə müalicə olmalıdır, təzədən işə qayıtmalıdır. Əgər sağlamdırsa, o deməli işləməlidir. Mən iddia qaldırıram. Bəli, iddia qaldırıram bu video vasitəsilə ki, bizim məsələni müvafiq qurumlar həll etsin. Həll etsin. Ali məhkəmə eləməlidir bunu. Mən başa düşürəm. Zaur Baxşəliyev mənim düşmənim deyil. Düşmənim deyil. Amma Zaur Baxşəliyevin yanına gələn iş tapır. Hətta ev də verilir. Amma mənim yoldaşım, mən yoldaşım barədə yazmışam Mehriban xanıma, cənab prezidentimizə, o barədə hələ heç iş tapa bilmir. İş tapa bilmir. Sonradan müvəqqəti olaraq bir adi vətəndaşın, adi qavyuan vətəndaşın sözü ilə mənim yoldaşım işə götürüyor. Mən də elə bir düşündüm ki, görəsən mən ərizə vermişim. Yani Mehriban xanım göstəriş verdi ki, sizin yoldaşınız işlə təmin olsun. Mənə sonradan çatdı ki, mən bildim ki, bəli. Bu Malahət deyilən xanım var, Istalovada. Onun sözü ilə olub. Başa düşə bilmirəm. Məşğulluq göndərmişdim. Mehriban xanım yazdı ki, orada yazdı ki, sizə kömək olunacaq. Ben niyə olmur? Niyə olmadı? Niyə? Ya sağlamsa pensiya alsın, xəstədirsə, qardaş, bu işlə təmin olmalıdır. Xəstədirsə, bəli, xəstədirsə müalicə almalıdır, işə qayıtmalıdır. Əgər üzr istəyirəm, sağlamsa, bəli, işlə təmin olmalıdır. İndi biz nətər edək? Nə yeməlidir o? Baxın, tutaq mən də ölmüşəm, düzdürmü? Nə yeməlidir? Bir. İkincisi də, sabah mən öldüm. Bizim evimiz yoxdur. Mənim yoldaşım küçədə yatmalıdır mı? Sizin belə deyək də, qeydiyyatınız hansı evə baxır? Bizim qeydiyyatımız Xətai rayonundadır. Polis idarəsində. Bizi Xətai rayonu polis idarəsində cənab nazirimizin fərmanı oldu. Onunla bizi oradan hamımızı çıxartdılar. Qeydiyyatdan çıxartdılar. Bəli. Sonradan baxdılar, mən ərizə verdim. Pasportula. Onlar, bəli, nazirimiz kömək elədi ki, mən təzədən polis idarəsində qeydiyyata düşüm. Ailə üzvlərimin, bax, üçü burada qeydiyyatdadır, Sabah rayonunda. Mən Xətai rayonunda qeydiyyatdayım. Böyük oğlum dostun evində qeydiyyatdadır. Belə o ailə olarmı? Belə iş olarmı? Mən kimə deyim bunu? Mən yenə deyirəm, mən həmişə, heç vaxt mən devlətin əleyhinə gedə bilməm. Nəinki məni? Heç kəs devlətin əleyhinə gedə bilməz. Devlətin əleyhinə heç kəs çıxa bilməz. Devlətə qarşı deyirəm. Yəni bu haqsızlığa qarşıyam. Haqsızlığa, ədalətsizliyə. Mən buradan nədən danışım? Bax, mənə onu izah eləsinlər. Mən nədən danışım? Görün, nə qədər adamlara yazmışam. Bu, gəlmir televiziyaya. Niyə? 18 dənə xəbərnamədir. Zəng edirəm, deyir ki, almamışam məktub. Nətər xəbərnamə var axı burada? Sən almısan, niyə? Niyə danışırsan? Nə vaxta kimi danışırsan? Ambosman qeyd edir ki, sizin bəli, hüququnuz var. Məni Ambosman müdafiə edə bilməz. Məni baş prokuror müdafiə eləməlidir, hakim qarşısında. Vəkil o insana lazım ki, o cinayət törədir. Onu hakim qarşısında müdafiə eləmək üçün ona lazımdır. Mənə vəkil lazım deyil. Əgər vəkil lazımdır, vəkil təyin eləsin devlət. Mən 300 manat pensiya almaqla, 370 manat pensiya alıram. Onunla mən nə vəkil tutacağım? Mənim yeməyimə çatmır, düzgün axtarsan. Hər problemin öz həll yolu. Qarabağda cəmaət yaşayır. Nətər? Şamaxıda zəlzələ zamanı insanlara kömək elədiniz. Mən köməyin əleyhinə deyiləm. Mən dəstəkləyirəm. Bəli. Yaxşı, çox sağ olun. İsmailidə cəmaata kömək elədiniz.
Qarabağda cəmaət yaşayır, şükürlər olsun Rəbbə. Bəs mənə niyə eləmirsiniz? Fransa, Amerikada da Ukraynaya kömək elədiniz. Bəs mən sizin öz vətəndaşınızam, mən sizin öz qanınızdanam. Mən sizin öz, bizim, səhv eləmirəmsə millətim Azərbaycanlıdır. Bu nə vaxta qədər olacaq? İnan, mən düşünə qalmışam, açıq deyirəm. Düşünə. Məni başqa vətəndaşlarla səhv salmayın. Fəhlə cürbəcürdür. Onu da bilirəm. Fəhlə cürbəcürdür. O kitab oxu. Başa düşürəm. Kitab oxumaq yaxşı şeydir. Amma susmaq ondan da yaxşıdır. Mülki məcəllədə nə yazır? 85-86-cı maddənin tələbləridir. Baxın. Hara qoydu bunu? Başa düşə bilməm. Ali məhkəmə nə yazır? Bu nə yazır? Bu ali məhkəməsi nə yazır? Mən bunlara nə deyim? Mən utanıram. Apellyasiya məhkəməsi göndərir, baxan yoxdur. Sabah rayon məhkəməsindən soruşuram, xahiş edirəm yaxına ver. Bunu nəyə görə belədir? Ali məhkəmə göndərir, mən göndərməmişəm. Bəli. Sabah rayon məhkəməsinə. %149-150-ci maddələrin tələblərinə uyğun olaraq dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyət məhkəməyə müraciət etmək hüququnuz olması sizə izah olunur. Mən sizə bayaqdan dedim ki, məhkəmələrdə ümumiyyətlə sizin ki, bu şikayətinizlə bağlı məhkəmələr keçirir. Onlar niyə bax belə rədd edilir də sizin şikayətinizə baxılmır və yaxud da bax bu cür cavablar verilir. Səbəb nədir? Yəni nəyi səbəb götürürlər? Onlar özləri istədiyi kimi verir. İstədiyi kimi. Ya nə deyirlər? Sənədləriniz tam hazır deyilmi? Sənəd necə hazır ola bilməz ki, mənim bir mənzil növbəsindəyəm? Nə sənəd? Yəni nə tələb eləyirlər? Bu məhkəmələr nə tələb eləyir? Məhkəmələr mənsiz edir. Nə qərar verir mənsiz? Heç bir İstədikləri ki, bəli. Xeyr, bir dəfə inzibati ikisəlli məhkəmədə olmuşam. Baxın, Milli Məclis göndərir, mən göndərmirəm. Bu nə qədər olar? Görün neçənci ildəndir. 2022-ci il. Bəli. Gör nə qədər orada var. Buna. Həm də disklə də müraciət edirəm. Bəli, diskilər göndərmişəm. Diskilərdə özləri bilir. Qoy lazım olsa özləri açıqlasın. Özləri açıqlasın diskiləri. Mən yox, özləri. Buyurun. Bu nədir? Ədliyyə Naziri. Bəli. Mənzil mübahisəsi ilə bağlı müraciətin baxılması üçün aidiyyət üzrə sizə göndərilir. Kimə? Birinci Vitse-Prezident katibliyindən daxil olmuş. Buradan Ədliyyə Nazirinə göndərilir. Bəli. O bunun haqqında məndən qərar çıxartdı. Qeyd elədilər ki, İnzibati İqtisadi Məhkəmə qərar verdi. Qeyd etdi ki, Səlimov xanı olan Dövlət Neft Şirkətinin rəhbəri ilə qarşı Bakı Şəhər İcra Başçısının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qanunsuzluqlarını aradan qaldırılması üçün bəli, müraciət etdi. Bu yol verilməzdi. 35-ci maddədə yol verilməzdi. Deməli, vəzifəli şəxs gəlib öldürə bilər da. Belə çıxır da. Vəzifəli şəxs bu adamı öldürə bilər. İnsan öldürməyin yolları çoxdur, xanım. Bilin. Onun yolları cürbəcürdür. Mənim bunlar başımı kəsir. Açıq. Bunlar mənim başımı kəsir. Nəinki mənim, ailəmin başını kəsir. Bu sübut deyilmi? Bu sübut deyilmi? Mənim müqaviləm işləmirmi? Mənim sübutam işləmirmi? İnzibati məhkəmə. Prezident aparatı göndərir, Konstitusiya məhkəməsi göndərir, bax, nəticəsi yoxdur. Bu budur. Sizin eviniz hal-hazırda çox qəzalıdır, dəyərli izləyicilər. Daha sonra evin qəzalı vəziyyəti barədə də danışacağıq. Evin şəkli... Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin aidiyyət qurumunun aidiyyət idarəsinə, yəni təmir tikinti idarəsi var da, yəni bu işlərlə məşğul olan. Ora müraciət olunubmu? Ora soğuk göndərmisinizmi?
probleminizi bildirmişsiniz. Fövqəladə Hallar Naziri qeyd edir ki, bizim səlahiyyətimizə aid deyil. Nazirin səlahiyyətinə aid deyil. Fövqəladə Hallar onu qeyd edir. Nazirin səlahiyyətinə aid deyil. Axı eviniz qəzalıdır. Anlayıram qəzalıdır. Qəzalıdır, bəli, anlayıram. Baxın, Nazirlər Kabineti. Nazirlər Kabineti. Bəli, qeyd edir, hara göndərir? Hara göndərir? Bakı şəhər İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə. Bəli, göndərir onlara. Nəticəsi yoxdur. Olmuşam Səbail rayon İcra Hakimiyyətinə. Olmuşam. Məni dinlədi, 2 dəqiqə, 3 dəqiqə belə dinlədi. Çox adam vardı orada. Otaqda, kabinetdə çox adam vardı. Məni dinləyəndən sonra başçımız çıxdı. Bilmədim niyə çıxdı. Mənə dedilər ki, davay, dur get. Bir söz mənə işlətdilər. Biz öz vətəndaşımızı qeydiyyata aldıq. Mən hansı ölkənin vətəndaşıyam? Sən mənim prezidentimsən, cənab prezident. Sən mənim baş nazirimsən, daxili işlər naziri. Sən mənim nazirimsən. Mənim nazirimsən. Azərbaycan xalqının naziridir. Yazılır ki, Azərbaycan Respublikasının prezidenti. Yazılmır ki, Ucar rayonu, ya Kürdəmir rayonunun prezidenti. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev. Yazılır ki, Azərbaycan Respublikasının baş naziri Əli Əsədov. Üzr istəyirəm. Əli Əsədov. Yazılır ki, Azərbaycan Respublikasının daxili işlər naziri Bülent Eyvazov. Yazılır ki, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev. Dövlət Təhlükəsizliyi naziri. Və bu dövlət təhlükəsizliyi mən başa anlaya bilmirəm. Baxın, görün kimə göndərməyib. Görün kimə göndərir. Bu sənədlər elə bir şey ki, mən bunu maşınla lazım ki, aparam bir tərəfə. Maşın lazımdır. Bir belə yazmaq olarmı? Bir belə iş görmək olarmı? Burada qeyd olunur. Göndərir Ali Məhkəməyə, Bakı Apellyasiya Məhkəməsi. Göndərir Baş Prokurora. Başa düşə bilmirəm. Bakı Apellyasiya Məhkəməsi öz qərar verə bilmirmi? Zaur Baxşəliyevin sözü ilə evin çıxarışı gələ bilir. Mən yenə deyirəm, Zaur Baxşəliyev mənim düşmən deyil. Lalə Azərtaş onun sözü ilə İslam'a nəzər salın da. İslamın evinə. Dəniz var, dənizin evinə. Yandı evi. Mən tarixinə də yazmışam, onu göndərmişəm. Belə olmaz. Mən səsimi, mən bunlara eşidirəm. Burada adları olanlara ki, mənim məsələm həll olsun. Olmursa, mən deportasiya eləsin. Mən heç nə istəmirəm. Deportasiya eləsin. 65 yaşım var ki, ev ölərəm başqa yerdə. Davuşi mənə olan olub. Mənə olan olub. Mən prosto xəcalət çəkirəm ki, dünən kətdə gələn uşaq ev alır. Amma mən hara gedirəm bağlıdır. Hara gedirəm qapı bağlıdır. Yoldaşımla bağlı gedirəm, olmaz. Özümlə bağlı gedirəm, olmur. Apellyasiya Məhkəməsi. İctimai İqtisadi Məhkəmə qərar verib mənim haqqımda. Bəli, vətəndaşlara vəzifəli şəxslərin indi onu qeyd edəcəm. Burada bəli, qeyd edir. Bəli. Budur. İkisi Ali Məhkəmə. Nə qeyd olunur? Orada nə qeyd olunacaq? Vəzifəli şəxslərə qarşı iddia qaldırdığına görə. Bəli, odur. Qərar 10 gün müddətdə də şikayət verə bilər. 10 gün müddətdə də mən şikayət verdim apellyasiyaya. İkisi Ali Məhkəmənin iştirakı ilə. Bəs niyə təmin olmadı? 85-86-cı maddənin tələbləri niyə yerinə yetmədi? Siz əmək kitabçanızda işdən çıxarmağınızla bağlı hansı maddəni işdən çıxarmısınız? Bizə yazıb 70-ci maddə, amma orada 70 deyir, nə bilim, 52 maddə oxuyur. 72-ci maddə yazıb, 70-ci maddə. Axı mən deməli 225-ci maddə deyilmi? Mən başa soruşuram, sual olur. 225-ci maddə, 231-ci maddə nədir? Mən yenə deyirəm, mən o birisi fəhlələrdən deyiləm. Fəhlə cürbəcür olur. Fəhlə cürbəcür. Amma yenə qeyd edirəm, mən devlətə qarşı deyiləm. Amma bunlara baxanda mən Azərbaycanlı olduğuma görə utanıram. Xəcalət çəkirəm. Keşkə mən doğulmayaydım. Doğulmayaydım. Bu nədir? Nə qədər yazmaq olar? Xətai rayon məhkəməsi, xahiş edirəm bunu bir baxın. Xətai rayon məhkəməsi. Ümumiyyətlə, əmək kitabçanızda yazılma maddə ilə ki, 70-ci maddə ilə çıxarılmışsınız. Nəyi əsas götürüb sizi işdən çıxardıblar?
Mənə iclas oldu. İclasda iştirak elədim. İclasda iştirak elədim. Mən sübutları qoydum. Onlar mənə dedi ki, sən bəs bizə sən kağızını ver ki, sən xəstə olmusan nə bilim. Axı mən 20-sində yazmışam. 20-si 2023-cü tarixdə mən ərizə vermişəm ki, Raufa cənab prezidentimizdə tutmuş hamısına ki, bəli, məni işdən azad edin. Ərizə vermişəm ki, bəli, xahiş edirəm məni işdən azad edəsiniz. Mən cənab prezidentimizə yazmışam. Hə, xəstəliyinizdən dolayı ağır işlə məşğul ola bilmirsiniz. Məni işdən azad edin. Xəstəliklərimlə bağlı mənə təzminat ödənilsin, təzminat. Sığortam nəzərə alsın, müqaviləm nəzərə alsın. Ali məhkəmə Vəsilə xanım həmin məktubumu geri qaytardı. Qeyd etdi ki, 4-cü maddə ilə fiziki və hüquqi şəxslər özlərini müdafiə edə bilər. Zavod rəhbəri də geri qaytardı. Deməli, burada məhkəmə bunlara şərait yaratdı ki, bax, budur. Mən geri qaytarıram. Həm məhkəmə mənim ədalətli olmamı müdafiə qeyd edir. Suallar yaranır. Ədalətli olmamı. O fiziki və hüquqi şəxslər, o demək ki, onlar özlərini müdafiə edə bilər. Deməli, mən onları təpiyin altına salmışam. Bunlar da onları xilas edir, elə mi? Elə çıxır. Gülməlidir. Həm qəribədir, həm gülməli. Gülməli. Cənab prezidentdə mən 1 qram günah görmürəm. Ona görə ki, öydə 5 nəfər idarə etmək olmur. Bir ölkənin, bu ölkədir. İndi mən, bu sığorta bizdə işləmir daha. Bunlar da saxtadır. Apartırlar zibil qavına. Saxta. Şəxsiyyət vəsiqəsi. Onların əlindədir. İstədiyi vaxtı bu şəxsiyyət vəsiqəsinin istədikləri vaxtı. Cip var burada. Dəfələrlə olub. Dəfələrlə. Getmişəm xəstəxanaya. Qeyd edirlər ki, şəxsiyyət vəsiqəsi işləmir. Xəstəxanadan zəng edəndən sonra bu adam gəlir. Verir bura, vururlar işləyir. Bu nə şəxsiyyət vəsiqəsidir? Mənə maraqlı, bu nə şəxsiyyət vəsiqəsidir, anlaya bilmirəm. Ev növbəsində olduğum kağızı vermişəm. Konstitusiya məhkəməsi. Konstitusiya məhkəməsi deməli göndərir 2029, bəli. Xahiş edirəm onu qeyd edin. Ali məhkəmə göndərir. Konstitusiya məhkəməsi. Baxan yoxdur. Qadan alın. Mən nətər danışım? Kimlə danışım? Nə deyim? Baxın. Zavod rəhbərinə verdiyim ərizə. Həmən ərizə. Zavod rəhbəri qeyd edir ki, imkanımız xaricindədir. Mən 225-ci maddəni yazandan sonra imkanımız xaricindədir. Mən gördüm ki, işləyə bilmirəm açığı. Gücüm çatmır da ölürəm. İşləyə bilmirəm. Zavod rəhbəri başladı ki, göndərdi məni gömrük hospitalına. Gömrük hospitalına göndərdi, sonra da gömrük hospitalına zavod rəhbərinin dediyi ilə bunu açıq. Bu sübut. Burada yazıyor. Sizin yüngül işlə təmin olmanız yol verilməzdir, qeyri-mümkündür. Əsassızdır. Buna səbəb nə? Xəstə olmanız? Bu yerə çıxır da. Gömrük hospitalına. Xahiş edirəm onu yox. Yaxşı, xəstəsiz o zaman niyə sizə əlillik təqaüdü təmin olunmursunuz? Eləmir, bəli. Eləmir. Xəstəsizsə... Mən bu barədə Səhiyyə Nazirimizə yazmışam. Xəstəsizsə siz reabilitasiya mərkəzlərinə gedib müalicə almalısınız. Əlillik təqaüdü kəsilməlidirsə, əgər xəstəsizsə, yox xəstə deyilsinizsə, siz işlə məşğul ola bilərsinizsə, o zaman sizi işlə təmin edin. Mən qeyri-qanuni işdən çıxmışam. Qeyri-qanuni. Gözünüzün əməliyyatından sonra oldu, yoxsa ürəyinizə görə? Ürəyimə görə, gözüm bel yana, belimdə qrija bir yana. Mən qeyd elədim ki, zədə almışam mən. Zədə almışam. Bu da ki, Mehriban... Xahiş edirəm bunu yaxına verin. Mehriban xanıma yazmışam o vaxtı, yoldaşımla bağlı. Tək Mehriban xanıma yox ha. Bütün orqanlara, qurumlara yazmışam. Başda cənab prezidentimiz olmalı ki, mən yolda... O ərzəni ver buradan, Rauf Əliyevə verdiyi ərzəni. Qaytardığı ərzəni. Xahiş edirəm, görün, bax, Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri nə iş görür? Yoldaşımla bağlı yazdığım ərzədir, özümlə bağlı yoldaşımla. Möhrə bax, aşağıda möhür var. İndi gör o ərzələri, 3 dənə ərzəni geri qaytarıb. Ərzənin başlığını oxumanızı xahiş edirəm sizdən. Başlığı, Azərbaycan Respublikası Prezidenti Zati Aliləri İlham Əliyev cənablarına, Surəti Baş Nazir Əli Əsədov cənablarına, Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına, Baş Prokuror Kamran Əliyev cənablarına, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına,
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti sədri Rauf Vəliyev cənablarına, Səhiyyə naziri Teymur Musayev cənablarına. Ben ne kadar indi? Bak ben onu bir de bu ərizə niye gəlibdi geri? Rauf Vəliyev deməli bunu. Əlbəttə mən ne deyə bilərəm ki? Rauf ara mən ara. Rauf'un mən altda pulu var. Rauf Vəliyev mən altda pulu var. Mən ona gücüm çatmaz. Bak budur 3 tane ərizədir. Göndərib geri qaytarıb. Gedib orada istədiyi kimi eləyib. Həmin ərizələri. Bunu qoydu qırağa. Bunu qatura. Devlet Təhlükəsizlik Naziri, balaca qurumdur, göndərir Ali Məhkəməyə. Ali Məhkəməyə. Bəli. Xahiş edirəm bax, Devlet Təhlükəsizlik Naziri. Devlet Təhlükəsizlik Naziri. Daxili Nazirliyinə göndərir, Ali Məhkəməyə Qapalı Səhmdar Cəmiyyəti. Bəli, bəli. Bu da hamısı Devlet Təhlükəsizlik Nazirliyinə aiddir. Bunlar mən həqiqət deyirəm, mən utanıram şəxsən. Xahiş edirəm buradakı hamısı. Nəticədəki Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi. Bəli, bəli. göndərir. Burada çoxdur. Çoxdur. Onların hamısı qeyd edirəm. Xahiş edirəm. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə yönləndirir. Məsələ burasıdır ki, yönləndirdiyi ünvanlar birbaşa cavabdeh qurumlardır. Cavabdeh. Bu da Bakı Şəhər İcra Hakimiyyəti. Xahiş edirəm. Bu fikir verin. Bunu ataraq kameraya. Qoy görsün bütün dünya. Dünya deyəndə Bu sizin evinizin arzu olunmayan qonağıdır. arzu olunmayan qonaq mənim oğlumun qulağını yedi bir dəfə. Mən həmən o deməli səhər idi. Xanım, biz yatmışdıq. Bu durub ayağa, yuxuda görüb ki, uşağın həqiqət deyirəm, uşağın yəyən var, nəsə yeyir. Durub görübdü ki, şol, uşağın qulağını işləyib. Bir saat ərzində o uşağın qulağı bir sizdə boyduldu. Mən apardım onun bayıldı, həkim ona 3 dənə iğnə vurdu ki, beyninə yaxın olduğuna görə. Dedi 3 dənə vuracağım ki, beyninə yaxındır, ölər uşaq, yazıqdır. Yazıqdır. Budur mənə olan hörmət. Azərbaycan vətəndaşına olan hörmət budur. Bakı Şəhər İcra Hakimiyyəti. Xahiş edirəm, baxın. Neçə dənə, gör, neçə dəfələrlə gəlib onlara. Sabahı rayon İcra Hakimiyyəti. Mənim narazılığım baş prokurorumuzdandır. Çünki açıq deyirəm, baş prokuror nə deməkdir? Bu Azərbaycan Respublikasının baş prokuroru. Bu balaca qurum deyil. Bu balaca qurum deyil. Bir uşaq bir şey oğurlasa mağazindən ona 10 il iş verirlər. Bəs bu cinayət deyilmi? Mən başa düşürəm ki, mənim heç nəyim yox. Niyə olmamalıdır? Niyə? Mənim evim olmamalıdır. Sənin milyardın ola bilər. Mənim yox. Niyə? Dünənki uşaq 250 minlik maşın sürə bilər. Mənim niyə olmamalıdır? Mənə maşın lazım deyil. Mənim özümün olanı ver. Mən demirəm, haqqımı tələb edirəm. Yox, məndə elə şey yoxdur. Haqqım yox. Mən xahiş edirəm. Və iddia qaldırıram. Mən ədaləti istəyirəm. Bunlar nə sənədlərdir? Bunlar Ali Məhkəməyə aid olan sənədlərdir. Vəsilə xanımdır, Vəsilə xanım. Şahin Qəhrəmanovu göstərmişəm. Düzdürmü? Burada isə yazır ki, qeyd edir ki, Azərbaycan Respublikasının Prezident Administrasiyasından danışır. Neçə dəfələrlə gəlib Prezident Administrasiyasının həllini tapır. Həllini tapır. Göndərib, Ali Məhkəmə göndərib Sabahı rayon icra Sabahı rayonun məhkəməsinə. Ali Məhkəmə göndərib. Bakı şəhər Sabahı rayon məhkəməsi. Ali Məhkəmə aparatı göndərir Sabahı rayon məhkəməsinə. Bəli. Bunlar da ona məxsusdur. Ali Məhkəməyə. Tamam. Mənim müraciətim odur ki,
Tələbiniz nədir? Xeyr, biz tələb eləmirik, biz xahiş edirik. Birinci növbədə xahiş edirik. İkinci növbədə ki, iddia qaldırıram. İddiam da ondan bağlıdır ki, mənim məsələm həll olsun. Mən ədalətsizlik aradan götürülsün. Mənim yoldaşım birinci növbədə bu günə qədər yazıram, göndərirəm. Heç bir qurum bizim mənzillə bağlı bir kəlmə söz demir. Bir kəlmə deyilmir. Niyə? Niyə deyilmir? Niyə? Mənə sual yaranır. Niyə görə başqasının ola bilər? Yenə deyirəm. Mən kiminsə əleyhinə deyirəm. Olsun. Mənim olanı mənə ver. Mənim olanı. Mənim ev 82-ci ildən işləyirəm Bakı şəhərində. Yaşayış yeri olmayan şəxs kimi qeydiyyata alınmışam. Çünki şəxsiyyət vəsiqəsi alınır. 3 saylı nədir o? Hasad xidmətdə. 3 saylı hasad xidmətdə bəli, mən ərizə vermişəm. Baş pasport idarəsinə vermişəm. Onlar da ona göndərir ki, bəli, yaşayış yeri olmayan şəxs. 82-dən Bakı şəhərində yaşayıram. 65 yaşım var. İndən belə mən geyib neyinəcəm? Ev tikəcəm, yoxsa neyinəcəm? Bəli, pulum yoxdur, nə varım? Ben nə varım? Mən növbə almışsınız, nə almışdınız? Deməli, mən növbəm sayılmır, eləmi? Mənim müqavilələrim sayılmır, eləmi? Mənim 40 il işlədiyim, deməli, 2006-dan hesablayırsınız, düzdürmü? 2006-dan bu günə, mənim qalan illərim hanı? Mən soruşuram da, belə də 5 manat uğramaq olar. Amma da bir neçə ili sən uğramışsın. Yaşadığımız mənzil sığınacaq verilib bizə. Bax, budur, bax, xahiş edirəm, bu yuxarını nəzərə alın. O divarları çəkin, art dizə xahiş edirəm. Pol çəkin. Görün pol nə gündədir. Burada pol yoxdur. Bu revmatizmdir, xəstəlikdir. Belə olmaz. Mən dəfələrlə bu mənzilin şəklini çəkib göndərmişəm. Dəfələrlə. Xahiş edirəm, bura baxın. Bu nədir? Bu nədir? Bu nədir? Mən yenə qeyd edirəm. Baxın. Bu Avropa insan hüquqlarıdır. Bu da Azərbaycan insan hüquqları. Düzdürmü? Belə şey olar mı? Belə şəraitdə yaşayırlar mı? Burada neçədən otaqdır müəllim? Burada bir otaqdır, 16 kvadrat. 5 nəfər bu evdə yaşayır. Bəli, bəli, 5 nəfər. 5 nəfər ailə üzvüyəm. Oğlum dostunun evində qeydiyyatdadır. O dostunun evində. Biz də bax belə şəraitdə yaşayırıq. Belə şəraitdə. Özüm də mənzil növbəsindəyəm.